Yolum düştü Türkeline, gözüm düştü güzeline. Adını sordum dedi Hülya, saldı beni eşk gönlüne. Adını sordum dedi Hülya, saldı beni. Salam dostlar, Ayvazoğlu TV efirdə sizinlə mən Şahəddin Elxan Mahiloğlu. Necəsiz, nə var, nə yox? Son günlər havanın isti keçməyi biraz bizi şaşdırıb düzdür. Deməli dostlar, xəbəriniz var da, Azərbaycan. Sən demə, Azərbaycan Rusiyaya nota verib. Düzünü deyim, çox böyükəm, narahat oldum və arxa söhbətlərdən öyrəndim ki, Akasiya böyük bir avırçılıq olub. Sən demə, bəs Ukraynada yəqin sizin də xəbəriniz var. Görürsünüz də, hətta mən 2 gün bundan öncə yazmışam. Hadisə 5-də olub da, deyəsən, indi digəri dəqiqləşdirərik. Azərbaycan Rusiyaya nota verib. İlham Əliyev Putini öldürülmüş, Hikmət Hacıyev zorla əlindən alıb. Təsəvvür edirsiniz. Və sonra deyilənə görə sonra da söhbətə Erdoğan qarışıb. Görüblər ki, bəs yox, İlham sakitləşmək istəmir və xəbər veriblər. O səzən zəng eləyəndən sonra İlham qələtin elə, otu yerində bir də belə şeylər olmaz. Ona görə ki, ona zəng eləyib deyiblər ki, bəs Ukraynada o Nikolayevdə olan o obyektlərdən bu ay sana pul verə bilməyəcəyik. Ona görə də gərək daha şey deyəsən, deyib, niyə deyib, bəs belə Putinin uşaqları yenə bizim obyektləri vurublar. İlham da hirslənər, deməzsən, bəs qarşısını oradan alırlar. Baxın, düzü mən də çox narahat oldum, düzünü deyim ki, deməli, 3 dronla obyekt vurdular və Bakı susmadı. Yəni, Bakı həmən görürsünüz, Sokarı Nikolayev şəhərində Putinin dronları deməli məhv edib və deməli bu da həmən onun Rus variantında yayılmış xəbərləridir. Və axırda da deyirlər ki, MVD Azərbaycan filan zat belə ayağa qalxıqlar əməli başlı qırğın olacaqmış. Və ayağa qalxıb nəsə eləmək istəyirmiş, birdən görüb ki, bəs bizim qazilərdən biri belə bir çıxış edir. Və həmən İlham Əliyev məsələni dayandırır. Sabah yenə müharibə olanda götləri dara düşəcək bunların hamısının. Allah hərbiçilərimizi qorusun. Allah şəhidlərimizi rəhmət eləsin. Allah qazilərimizə, veteranlara şəfa versin. Hamısı belə deyəcəklər. Sonra ərindən bəzi boşanmış qəhbələr, bəzi perpetuqlar gedib otellərdə kayfi yaşayacaq, keyf çəkəcəklər, sonra polisə düşəcəklər, məhkəməsi olacaq, açacaq canlı yayım, hamıdan dəstək istəyəcək və həmin o millət də gedib elə qəhbələrə, petuqlara dəstək olacaq. Allah, bundan sonra elə şey yoxdur. Gözləmin müharibə oldu, hansı kasıbın balası gedər. Siz öləsiz, gedəcəklər, qırılacaqlar, şəhid olacaqlar. Siz də mənə gedib hoqqadan çıxıb gəlib perpetuğa dəstək olacaqsınız. Perpetuğa dəstək olan millət var, işləyən mənim. Bizim millət deyil. Erməni sizdən yaxşıdır. Bizə düşmən də lazım deyil. Başa mı? Bizə düşmən lazım deyil. Özümüz özümüzün düşməniyik. Qeyrətsizlər. Dostlar, mən qazimizə görə üzr istəyirəm. Bu, yəni biraz açıq, yəni həqiqət acı olsa da həqiqətdir və orada müəyyən təbii məsələdir, özünü saxlamadan müəyyən netik sözlər gedir, ona görə üzr istəyirəm. Və deməli, təsəvvür edin, bax bu əslində dostlar, bu həmən bizim bu qazimizin çıxışındakı bu real həqiqət İlham Əliyevin istəyidir. Məhz İlham Əliyev istəyirdi ki, məhz belə olsun və istədiyinə də nail olur.